Leylam, studentsən hala? Hə, bəli. Oxu olarsa professorla zatdan, heyfdir la səni. Ağlama, özündən, uşaqdan müğayət ol. Narahat olma. Özünə fikir ver. Axı, Tez-tez yaz. ağlamaq lazım deyil, hər şey yaxşı olacaq. Necədir? Əvvəlkindən yaxşıdır. Hələ çox öyrənməliyəm. İti çək, rədd elə onu. Bir yeri beynə görə 11 uşağını atmışsan. Ayıb deyil sənin üçün Güldəstə. Lena'nın sayəsində sürüşülü vəzgəs alacağım. Ha, eyb yox. Kim? Şiir. Şiir? Ha, şiir. Bax o tərəfə getdi, əzizim. Tut. Bundan ne inmiyorlar. Şimdi gel dolan görüm nece dolanırsın. Bak dilenci payını okşar. Allah bereket versin. Koy cebine. Adın? Ildir mən başımı İran xınası yaxıram. Kimə gəlirsən bu kələdi? Ay Julik. Ay xala, Julik mən deyirəm. Julik sənin qardaşın oğlu əlidir, o sırıyıb bunu. Nə? Digərin çıxardarım onunla. Allah. Dışarıladı, xüsusən o böbrəyi, eğri oxuyur, gəl görəsən. Aman. Yaxşı, cəbbəşdir, onlar tanıyıram. Dadaş əmi, bu gedəni nə vaxt aparacaqlar, hə? Həsənalının oğlun deyirəm, Nicati. Sənin Nazan, nevin işinlə məşğul ol. Xanım, Ağac Mollaxanada oxumaq karıma gəldi. Oxu da. Mən ömrümdə xanım belə yazı görməmişəm. Sən lap müzdeymişsən ki. Sizə nə qədər borcumuz var? Yox, Rəşid mənə tapşırıb ki, sizdən planlayayım. Məyər Rəşid sizin qohumunuzdur? Yox. Çox mərifətli oğlandı. Mədən adamlardan yaman xoşum gəlir. Yığışdır. Oldu. Nəçənlik, bir qələt də eləmişəm. Birinci, axırıncı dəfə olsun. Qonağımız gəlmişdi, arvad da kutabı biraz bol eləmişdi. Dedim, heyifdir, həm 5-3 man mən qazanaram, həm də bu cəmaatın ağzı dada gələr. Kristavin almışsınız. Ay, kefdən danışırsan sən. Yaxımızdır mənlə. Yaxımız.